Bəli, ötən gün günün ikinci yarısından başlayaraq şimal rayonlarında hava şəraiti dəyişib. Quba, Qusar, Xaçmaz rayonlarına yağış yağıb. Eyni zamanda bəzi ərazilərdə yağış leysan xarakterli olub və onu da bildirim ki, gecə saatlarından başlayaraq Quba və Qusar rayonlarının dağlıq yaşayış məntəqələrinə qar da yağıb. Şimal-Şərq Regional Hidrometeorologiya Müəssisəsindən əldə etdiyimiz məlumata görə ən çox qar 10 sm olmaqla Qubanın Qırız kəndində qeydə alınıb. Bundan başqa Xınalıq kəndinə 8, Qusarın Laza kəndinə isə 3 sm qar yağıb. Əvvəlki günlərlə müqayisədə havanın hərarəti də təxminən 10-12 dərəcə aşağı düşüb. Qarın yağması ilə əlaqədar yollarda hər hansı bir fəsad qeydə alınmayıb. Hazırda yollarda belə deyək, avtomobillərin hərəkəti normal şəkildədir və heç bir problem yoxdur. Onu da bildirim ki, yağıntı ilə əlaqədar çaylarda sulluq əvvəlki günlərə nisbətən artıb. Bu da qısa müddətli bəzi ərazilərdən sel təhlükəsinin keçəcəyini ehtimal edir. Eyni zamanda onu da bildirim ki, məhz bu təhlükənin qarşısının alınması üçün də aidiyyatı dövlət qurumları tərəfindən də həm çaylarda sahil bərkitmə, həm də məcra tənzimləmə işləri həyata keçirilməkdədir. Bizdən hələlik bu qədər. Sözü yenidən sizə ötürürük.